A bərabərdir. Kök altda 11 çıx nə verib? 1 verib. Burada nə verib? Kök altda 11 verib. B bərabərdir. Kök altda 11 kök altda 11 üstə gəlinsin nə verib? 2 verib. Burada nə veribdir uşaqlar? Burada nə veribdir? Kök altda 11 plus nə verib? 1 verib. A minus B fərqini deyir tapın. A minus B fərqini tapın uşaqlar. İndi nə edəcəyik bunu? Nə edəcəyik? Deməli, A minus B. A'dan nəyi çıxıram? B-ni çıxıram. A-nın yerinə nə yazıram uşaqlar? Kökdə 11 yazıram. Bu da kökdə 11 çıx nədir? 1-dir. Çıx, B-nin yerinə nə yazıram? Kökdə 11 üstə gəlinsin 2. Kökdə 11 plus nə yazıram? 1 yazıram. Bərabər. Uşaqlar, bunu nə edəcəm? Ortaq məxrəc tapmaq üçün, bax 8-ci sinifdə keçmisiniz uşaqlar. 8-ci sinifdə keçmisiniz. Ortaq məxrəc tapanda hər ikisinin hasilini nə edirik? Götürürük. Kök altda 11 plus 1. Bunu harda yazacağım? Bunun üzərində yazacağım. Bunu harda yazacağım? Bunun üzərində yazacağım. İndi kök altda 11-i üstündəkinə vururam. Çıx. Mötərizədə yazıram. İfadədir. Toplanıla bilmirsə, çıxıla bilmirsə. Nədir? İfadədir. İfadə də mötərizədə yazılır. Yazdım mı belə uşaqlar? Bərabərdir. Bərabərdir. Bu nəyi xatırladır? A minus B. A plus B deyilmi uşaqlar? Hə? Bir dəfə çıxağı, bir dəfə üstə gələyi nəyə bərabərdir uşaqlar? Nəyə bərabərdir? A kvadratı çıx B kvadratına bərabər deyilmi? Bəli, 11 çıxaq 1. O da eləyir. Kök altda 11-in kvadratı nə eləyir? Baxın, kök altda 11-in kvadratı. İkinci dərəcədən də ikilər gedir, nə qalır? 11 qalır. Çıx 1-in kvadratı da 1 eləyir. Bu da nə qaldı? 10. 10. İndi kök altda 11-i kök altda yuxarıda surətdə. Kök altda 11-ə vuraq. Bunu nəyə vuraq? Buna vuraq. Bir kökün altında yaza bilərəmmi? 11 vurulsun nə yazacağam? 11. Neçə eləyir uşaqlar? 11 eləmirmi? Yazıram 11. İndi kök altda 11-i 1-ə vururam. Üstə gələk nəyə? Kök altda 11-ə. 1. Çıx. Kök altda 11-i kök altda 11-ə vururam. 11 elədimi? 11. İndi kök altda 11-i nəyə vururam? Çıx. 1. Kök altda 11-ə. İndi bunu vurdum, qutardım. İndi 2 qaldı. 2-ni vururam. Nəyə? Kök altda 11-ə. 11. 11-ə vurdum. İndi 1 qaldı. Çıx nəyə? Var elə orada 11-i. 2-yə. İndi harda? 11-i orada ortaq çıxartmaq olar. Axırıncı elədiyiniz mötərizənin içlərini. Yox, yox. Ancaq vurmaq olar, Nurlan. Ancaq vurğuna. Yaxşı, Nurlan. Yaxşı. İndi bura baxın. Bu ancaq 8-ci sinif testidir. Bax, dərsliyinizin testidir. Sırf bundan düşəcək məktəbdə də, elə sınaqlara gedəndə də sırf bundan düşəcək. Məktəbdə nə keçmisiniz, proqramınızda nə var, onlar düşür. İndi uşaqlar, deməli, ancaq belə bu yolla tez bitirə bilərik. Deməli, 11 üstə gələk kök altda 11. Yazdın mı? Çıx, mötərizənin içi çıxaq varsa hamısı nə olur? Əksinə dəyişir. Üstə gələk kök altda 11. Çıx 2 kök altda 11. Üstə gələk 2. Əksinə dəyişir. Bu da elədi. Neçə? 10. Uşaqlar, kök altda 11, kök altda 11. Mənfi 11, müsbət 11. İslah oldu.
Kök altda 11, kök altda 11. Elədi 2 kök altda 11. Çıx 2 kök altda 11. Üstə gələk neçə? Eləyib 2 böl 2. 10-a. 3. Bunlar da gedirmi uşaqlar? İsraf olurmu? Burada nə 2 qaldı? bölə 10-da 2 2 qaldı. bölə Ya 5-də 1-dir 10 cavab, 5'te 1. ya 0,2-dir cavab. Başa düşdünüz uşaqlar? İndi keçək nömrə 9-a. Nömrə 9-da deyir ki, birincidə kök altında A üstü neçədir? 12-dir. Bu da neçənci dərəcədəndir? İkinci dərəcədəndir. Bərabərdir. Uşaqlar, bu 2 ilə bu 2 ixtisar gedir, nə qalır? 6 qalırmı? Cüt dərəcədən olanda nə çıxırdı? Modul çıxmırdı mı? Bəli. Aha, bundan da nə çıxır? Şərt qoymayıbdır. Bundan da nə çıxır? Şərt qoymayıbsa, A üstü 6. 6 çıxır. Aha, indi uşaqlar, indi bizə modulda A üstü 6 çıxır. Bizə də deyir birbaşa A üstü 6-nı çıxardı. Bu doğrudurmu? Doğru deyil. 1 deməli nədir? Doğru deyil. Yanlışdır. Aha, indi A variantında nə verib? 1, 2, 4 verib. Deməli, bu variant getdi. İndi keçəyin ikinciyə. Kök altında nə verib? A üstü 14 verib. Bu da neçənci dərəcədəndir ki, yazılmır? Neçənci dərəcədəndir ki, yazılmayıb? 2. İkinci dərəcədən. Salam İki- müəllimə, necəsiz? Salam, yaxşı, çox Hə, sağ ol. bizdə internet yox idi. Yenə qonşunun internetini Hə, heç nə olmaz. Sinif testindən baxırıq ki, test sürətlə gedəyin, bitirəyin uşaqlar, yoxsa bitirə bilməyəcəyik test toplusunu. Başa düşdünüzmü? Əsas Bəli. mövzunu dərk eləmək lazımdır. Test toplusundan da bir misaldan 100 dənə veribdir. Ehtiyac yoxdur. İndi burada nə var? Sonra vaxtımız qalarsa eləyərik. Sonra burada nə verib? 7 oldu mu? Bundan cüt dərəcədəndirsə nə çıxır? Modul çıxır. Burada modulsuz verib. Deməli, bu da doğru deyil. Axı, bizə şərt qoymalıdır. A sıfırdan böyükdürsə, A üstü 7 çıxa bilər. İndi keçək üçüncüyə. A üstü 18 ikinci dərəcədən. İndi nə olur uşaqlar? Bu 2 ilə bu 18 gedir. Burada nə qalır? A üstü 9 qaldı mı? 2 ixtisar gedin. Cüt dərəcədən olanda nə çıxır? Modul çıxır. Nə oldu? A üstü 9 oldu. Bəli, üçüncü doğrudur. Məndən də doğruyu soruşur. Plus qoyuram içə. İndi keçək dördüncüyə. Verib ki, 3 minus kök altda 11 bunun nəyidir? Kvadratı və bərabər olur Kvadratı. 3 çıxılsın kök altda 11-ə. Görək doğrudurmu bu? Bu neçənci dərəcədəndir? İkinci dərəcədən. İkilər getdi. İkinci Bundan nə dərəcədən. çıxdı? Modulda 3. 3 çıx kök altda 11. 3. İndi Bundan bundan beş. mənfi mi çıxır, müsbət mi çıxır? Gəlin araşdıraq. Bu neçə deməkdir? 3-ü kök altına salanda necə girir kök altına? Kvadrat kimi girir, 9 kimi. Çıx nə olur? Kök altda 11 olur. Azdan çoxu çıxanda cavab necə olur? Mənfi olur. Mənfi. Mənfidirsə qabağa Qabağa nə get. verəcəm? Mənfi verəcəm. Çıx Mənfi. kök altda 11. Uşaqlar, bunun qabağında mənfi var. Bunun da qabağında nə var? Yazılmayıb. Müsbət. İşarələr Müsbət. əksinə dəyişir. Mənfi olanda tərsinə dəyişin. Oldu mənfi 3. Mənfidirsə oldu müsbət Müstəqil. kök altda 11. Bu da nə deməkdir? Kök altda 11 çıx nə deməkdir? 3 deməkdir. 3. Beləmi çıxıb uşaqlar? 4 doğru deyil axı. İndi keçəyim 5-ciyə. 5-ciyə. 3 minus 2 kökdə 2 bərabərdir. Kökdə 2 minus 1. Gəlin yazağım. Müəllim, mən bunu bilmirəm. Niyə uşaqlar? Eləsə bilin ki, bax, burada bu yoxdur. Müəllim, o 6-cıdır. 6-cıdır o. Yox, 5-cidir. 5-cidə kök altında A üstü 6-dır.
Yox, o birisi ilə qarışıq salırsan. İndi baxın. Hə, bildim müəllim, bildim. Aha. İndi burada 2 vurulsun, 1 vurulsun kök altda 2 deyilmi? Hə uşaqlar? İndi bu 2-ni Bəli. silin. Bu nə deməkdir? Kök altda 2 çıxılsın 1 yazın. Bir dəfə də 1 üstə gəlinsin, 1 çıxılsın kök altda 2 yazın. Görün hansının kvadratı bunu verir. Gəlin baxaq. Kök altda 2-nin kvadratı nə eləyir? 2-lər gedir, 2 qalır. Çıx, Qalır birincini ikinciyə vurun. Kök altda 2-ni 1-ə vurun. Kök altda 2 elədimi? Onu da 2-yə vurun. 2 kök altda 2 elədimi uşaqlar? Yazıram 2 kök altda 2. Bəli. Üstə gələk ikincinin kvadratı 1. 3 minus 2 kökdə 2 elədimi? Hə? 3 minus 2 kökdə 2 elədi. Deməli, bu nəyin kvadratıdır? Bu nəyin kvadratıdır? 3 minus 2 kökdə 2. Nəyin kvadratıymış? Nəyin kvadratıymış uşaqlar? 3 minus kökdəki. Birin nəyi? Kvadratıymış. Bu da neçənci dərəcədəndir? 2-ci dərəcədən yazılmayıb. 2-lər getdi uşaqlar. Bundan nə çıxdı? Modulda kökdə 2 çıxılsın 1 qaldı mı? Da. İndi uşaqlar, bu kökdə indi mənfi müsbətlə bu 1-dir da. 1-in kvadratı 1 kimi gedir. 1-in kvadratında 1, 1-in üstündə 100 olsun. O nəyə bərabərdir? 1-ə bərabərdir. Bir. Kök altdakıdan da 1 çıxanda müsbət oldu mu? Bundan nə çıxdı? Kök altda 2 çıxılsın 1 çıxdı. Deməli 5 də nədir? Doğrudur. İndi keçək nömrə neçəyə? 6-ya. İndi nömrə 6-ya keçək. Deyir ki, 1 minus kökdə 3-ün nə idir? Kvadratıdır. Kvadratı. Bərabərdir 1 minus kökdə 3-ə. Görək eləmi veribdir? Uşaqlar, bu kvadratla bu gedir. Nə çıxır bundan? Modulda 1 minus kökdə 3 çıxırmı? Da. Bunu kök altına salın. Bu da mənfi olur. Moduldan nə çıxır? Mötərizə çıxır. 1 minus nə olur? Kökdə 3. Bu mənfi də hara gəlir? Qabağa gəlir. İndi mənfi 1 işarələ mötərizənin 2 əksinə dəyişin. Minus nə oldu? Kök altda 3 oldu. Bu da nə deməkdir? Kökdə 3 çıx nə deməkdir? 1 deməkdir. Bəs bu nə yazıb? 1 minus kökdə 3 yazıb. Doğrudurmu bu cavab? Doğru deyil. Deməli, 5 doğru oldu. 5 doğru oldu. 3 doğru oldu. 5, 3, bir C-də var, bir D-də var. Bir C-də var, bir D-də var. Gəlin indi ona diqqət eləyəyin. Uşaqlar, burada düzgün verməyib axı. A üstü 7. İndi mən D-ni götürürəm. Bu necə götürüb uşaqlar? Diqqət edin. A üstü 12. Burada verib kök altına. Burada nə verməlidir? A üstü 6 verməlidir elə modulda. Da. Burada da verib A üstü 14. Burada da A üstü 7 verməlidir. O modulda. Cüt dərəcədən olanda bundan nə çıxır? 100% bilirsən ki, bu nə çıxır? Müsbət çıxır. Da. Ancaq tək dərəcədən olanda bundan mənfi də çıxa bilər. Deməli, 1, 3, 5-i götürüb. Olub hansı variant? D variantı. D. Bax, diqqətli olun bunda. İndi keçək nömrə neçəyə? 10-a. A bərabərdir. 3 çıxılsın nə verib? 2 kökdə 2 verib. Ədədi B ədədlərlə uyğunluğu müəyyən edin. İndi birincidə verib B bərabərdir. 3 üstə gəlinsin kökdə 8. Gəlin buna çağın. Bu
4 vurulsun 2 deyilmi? 4-dən 2 çıxır. Düz deyilmi? 2-nin İki kökdə. kvadratıdır. Ona görə 2 çıxdı. 2 kökdə 2 qaldı mı? Bəli. İndi bizə deyir ki, qarşılıqlı tərs ədədlərdir. Qarşılıqlı tərs ədədlər deyil axı. İndi deyir B variantında AB hasili 3-ə bərabərdir. Gəlin ayını belə vurağın. 3 çıxılsın 2 kökdə 2. 3 üstə gəlinsin 2 kökdə 2. A üstə gəlinsin A minus B kvadratları fərqi 9 minus 8 oldu mu? Nəyə bərabərdir? Bəli. 1-ə. Bu da deyir 3-ə bərabərdir. Doğru deyil axı. Baxın. A kvadratı çıx B kvadratı. A-nın yerinə nə durur? 3-ün kvadratı. B-nin yerinə nə durur Nurlan? 2 kökdə 2-nin nəyi durur? Kvadratı. 2 kökdə 2-nin kvadratı nə deməkdir? Yəni kvadrat həm 2-yə aiddir, 4-dür. Həm kökdə Həm də 2-yə aiddir. 2-lər də 8. gedir, 2 qalır, 8 olur. 9-dan da 8 çıxanda 1 olur. Bu da deyir AB hasili 3-ə bərabərdir. AB hasili mənfi 2-yə bərabərdir. AB hasili rasional ədəddir. AB hasili 0-a bərabərdir. AB hasili qarşılıqlı tərs ədədlərdir. Gəl baxalım. Görək ki, AB hasili qarşılıqlı tərs ədəddirmi? A bərabərdir. B 3 minus kökdə 2-dir. B də bərabərdir. 3 plus nədir? 2 kökdə 2-dir. İndi tərs ədədləri yazaq. Bu A-dır. A-nın, B-nin də qarşılıqlı tərs ədədlərdir. 1 bölünsün A yazaq. 1 bölünsün B yazaq. İndi gəlin yazağın. Bərabərdir. Tərsi yazıram da. A-nın tərsi nədir? 1 bölək A-dır. B-nin tərsi də 1 bölək B-dir. 1 bölünsün 3 minus 2 kökdə 2 yazıram. Buna da 1 bölünsün 3 üstə gəlinsin 2 kökdə 2 yazıram. Bərabərdir. Bu 9 minus 8 1 oldu. Bu da nəyə bərabərdir? 1-ə bərabərdir. İndi 1-ə bərabərsə qarşılıqlı tərs ədədlərin hasili nəyə bərabərdir? 1-ə bərabərdir. Məsələn, 3-ün tərsi nədir uşaqlar? Görün necə çaşdırır. 1 bölünsün 3 deyilmi? İndi vuranda 3-lər gedir, nə qalır? 1 qalırmı? 1. Bəli. Qarşılıqlı tərs ədədlərin hasili nəyə bərabərdir? 1-ə. Deməli, cavabı 1 aldımsa bu necə ədəddir? Birinciyə hansı variant gəlir? Qarşılıqlı tərs ədəd. İndi baxaq ikinciyə. İkinciyə. B bərabərdir. Kökdə 8. Hə, eləmi? Deyən qoy kaydı dayandırım onda. Tez yatım. Birdən dayanar.